Bu dərsimizdə conditional formatting əmrində new rule hissəsini izah edəcəm. Gəlin ilk növbədə my sütununu seçək. Gəlirik new rule pəncərəsini açırıq və burada görürük ki, müxtəlif seçimlər var. Birinci seçimimiz format all cells based on their values. Bu deməkdir ki, yəni bu dəyərlər əsasında bütün xanaları formatla. Baxın, aşağı hissədə edit the rule description yazılıb. Burada təsvir olunur. Baxın, burada siyahıda bizə seçimlər verilib. Birinci seçimimiz to color scale-dir. Hansı ki, color scales-i mən conditional formatting hissəsində izah eləmişdim. Burada isə üst versiyasıdır. Burada verilib minimum və maksimum olaraq rəngləri təyin edirik. Birinci lowest value və highest value olaraq təyin edək. Ən aşağı rəngimiz olsun minimum olaraq qırmızı rəng və maksimum olaraq olsun yaşıl rəng. Bu rənglər arasında rəng çalarları dəyişiləcək. OK düyməsini klik elədim, fikir verin. Minimum olaraq 640-dır, qırmızı rənglə formatlanıb və yüksəyə doğru qalxdıqca fikir verin, 1600-də yaşıl rəngdən formatlanmış oldu. Ctrl-Z deyirəm, geri qayıdıram. Gəlir digər seçimimiz burada 3 color scale. Yəni 3 rəng burada tətbiq eləyəcək. Minimum olaraq midpoint, orta, bu faizlə tənzimlənir və maksimum olaraq. Minimum olaraq verir yenə qırmızı rəngdə, midpoint olsun sarı rəngdə, yəni ortaya yaxınlaşanda sarı olsun və maksimum olaraq yenə də yaşıl rəngdə formatlama aparırıq. OK düyməsini klik elədik, fikir verin, minimum olaraq 640-dır, qırmızı rənglə formatlanıb, ortaya yaxınlaşdıqca fikir verin, sarı rəngdə və yüksəyə qalxdıqca yaşıl rəngdə formatlanmış oldu. Sonra gəlirik bu hissəyə, burada digər seçimimiz gəlir data bar. Data barı da izah eləmişdim, burada da üst versiyasıdır. Minimum, maksimum olaraq avtomatik tənzimlənir. Biz tutaq ki, buranı eləyək number formatında və biz bu aralığa dəyərlər daxil eləyərək formatlamış olarıq. Yazaq bura misal üçün 900, burada yazaq 1300. Baxın, burada formatları verə bilərsiniz, rəngini təyin eləyə bilərsiniz, çərçivə əlavə eləyə bilərsiniz və burada bar direction hissəsində fikir verin left to right, yəni soldan sağa olaraq barı tənzimləyəcək. Baxın, preview hissəsində görsənir və yaxud da sağdan sola olaraq tənzimləmiş olacaq. Left to right deyirik biz burada və burada show bar only hissəsində onu göstərir ki, bu seçimi etsək biz yalnız barları göstərəcək, ədədləri yox. İndi bunu göstərirəm sizə. Deməli, OK düyməsini klik elədik, fikir verin burada. 1300-dən yuxarı olanları tam olaraq formatladı və 900-1300 arasında olanları isə ən yüksək dəyərə əsasən tənzimləmiş oldu. Bu da belə. Gəlirik sonra burada digər seçimimizə. Baxın, databar hissəsində dedim ki, databar tətbiq eləyəndə buranı seçsək, fikir verin, yalnız barlar görsənəcək, ədədlər yox. Sonra gəlir burada icon seçimi. Icon seçisi də izah eləmişdim mən burada. Burada da üst versiyasıdır. Deməli, burada biz şərt daxil eləyə bilərik. Bu şərtə əsasən burada iconlar tətbiq eləyəcək. Baxın, burada type hissəsində faiz formatındadır. Gəlin bunu eləyək number formatında və biz bura dəyərlər daxil eləyirik. Misal üçün daxil eləyək 1500, burada daxil eləyək 900. Bu o deməkdir ki, yəni 1500-dən yuxarı olanlar yaşıl rənglə formatlansın, icondan ifadə olunsun. 1500, 900, yəni 900-1500 arasında olanlar sarı rəngdən formatlansın və 900-dən aşağı olanlar isə qırmızı rəngdə olan icondan formatlanmış olsun. Baxın, burada reverse icon order hissəsi var. Buna klik etdikdə fikir verin, iconlar tərsinə düzlənəcək. Yenidən klik etdikdə fikir verin, əvvəlki vəziyyətinə bərpa olunur. Show icon only isə o demək ki, databardakı kimi yalnız iconlar görsənəcək. OK düyməsini klik elədim, fikir verin, burada 1500-dən yuxarı olanlar yaşıl, 900-1500 arasında olanlar sarı, qırmızı rəngdə olanlar isə 900-dən aşağı olanlardır. Ctrl-Z deyirəm, geri qayıdıram. Sonra gəlir bu hissəmizdə format only cells that contain. Bunu da izah eləmişdim sizə, hansı ki burada spesifik text var idi, misal üçün content daxilində belə deyək,
tekstə uyğun olaraq, verdiyimiz tekstə uyğun olaraq formatlanmış olur. Sonra bu digər hissələrdə izah eləmişdim. Formatda buradan tətbiq edirsiniz. Gəlir digər seçimimiz format only top or bottom ranked values. Hansı ki sıralanmış dəyərləri top yaxud bottom olaraq formatlayır. Bunu da izah eləmişdik condition formatting hissəsində. Misal üçün bura top olaraq 3 vermişdik. 3 ən yüksək əmək haqqı alanları formatlayırdı. Və burada faiz işarəsi var. Bunu seçdikdə yalnız faizlə formatlanmış olacaq. Misal üçün bura yazmışdıq 15%. Ümumi işçilərin sayının 15%-ni tapırdı və nə qədər düşürsə, misal üçün 3 düşürdü. 3 ən yüksək əmək haqqı olanları formatlanmış olurdu. Bax, burada da formatlamanı tətbiq edirsiniz. Sonra gəlir digər seçimimiz format only values that are above or below average. Yəni, ədədi ortadan yuxarı yaxud aşağı olanları formatlanmış olur. Misal üçün, tapmışdıq 1126 ədədi ortanı. Ondan yuxarı olanları, aşağı olanları formatlar. Baxın, burada equal or above var. Yəni, bərabər yaxud yuxarı olanları formatlasın, yaxud da equal or below bərabər yaxud da aşağı olanları formatlamış olsun. Bu digər hissələrdə gələcək dərsimizdə keçəndə sizə aydın olacaq. Digər seçimimiz gəlir burada format only unique or duplicate values, hansı ki təkrarlanan və yaxud da təkrarlanmayan hissələri formatlayır. Bunu ayrı kodda izah eləmişdim. Və sonuncu seçimimiz gəlir burada use a formula to determine which cells to format. Bu nə deməkdir? Burada yazılıb ki format values where this formula is true. Yəni bizim bura yazdığımız şərt olacaq. Bu şərt doğru olana qədər həmin hissələri formatlasın. Baxın, burada biz seçmişik bu sütunu. Burada, bu sütunda birinci xananı daxil edirik. Ünvanını daxil edirik. Və belə bir şərt yazırıq ki, bu dəyər əgər 1000-dən böyüdürsə, onda ona bu formatı tətbiq eləsin. Gəlirik fil bölməsinə, göy rəngdə təyin edirik və font bölməsindən color olsun ağ rəngdə. OK düyməsini klik edirik. Baxın, preview hissəsində hansı format təyin olunacaq, o göstərilir. Fikir verin, mən burada OK düyməsini klik eləsəm, heç bir formatlanma tətbiq eləmədi. Gəlirəm, birinci xanada olan dəyəri dəyişirəm, 1200 eləyirəm və Enter düyməsini klik eləyirəm. Fikir verin, bütün xanalar formatlandı. Amma mən belə istəmirdim. İstəyirdim ki, hər bir xananı burada yoxlasın və görsün ki, o şərti ödəyirsə, o xanaya formatlama tətbiq eləsin. Amma burada fikir verin, birinci xana ödədi, digər xana ödəmədi, amma o xana da təsir elədi. Bunu aradan qaldırmaq üçün nə edirik? Gəlirəm burada, deməli, Manage Rules hissəsindən əvvəlki formatı silirəm və yenidən bu sütunu seçirəm. Gəlirəm New Rule hissəsinə və sonuncu seçimə. Burada mən həmən xananı, birinci xananı daxil eləyirəm. Şərt qoyuram ki, 1000-dən böyük olsun və formatını da təyin eləyirəm. Olsun göy, font da olsun, color ağ. Və burada nəyə baxacam? Baxın, ünvan hissəsində sətrin də, sütunun da əvvəlində dollar işarəsi var. Biz xanaların sürüşdürülməsi dərsini keçəndə bunu izah eləmişdik. Dollar işarəsi nədir? Sətrin əvvəlində və yaxud da sütunun əvvəlində dollar işarəsi varsa, bu deməkdir ki, sətr yaxud da sütun dəyişməyəcək. Fikir verin, mən bura bu xana, birinci xanaya şərt yazdım və istəyirəm ki, hər bir xananı yoxlasın, bu şərtə uyğunsa, true'dursa onu formatlasın. Amma bu şəkildə yazanda, yəni sətrin əvvəlində dollar işarəsi olanda, yalnız birinci xananı burada, yəni təyin elədiyimiz ünvanda olan ikinci sətri burada yoxlayacaq. Ödəyirsə, həmən ikinci sətrə tətbiq eləyəcək formatı. Digər sətirlərə isə belə deyək, təsir eləyəcək. Mən istəyirəm ki, yenə də deyirəm, hər bir sətri müstəqil olaraq yoxlasın, şərt ödəyirsə ona tətbiq eləsin. Nə edirəm? Gəlirəm burada sətrin əvvəlində olan dollar işarəsini silirəm. Bu demək ki, həmən sətirləri gəzəcək. Harda bu şərt ödəyirsə, ora formatlama tətbiq eləyəcək. Fikir verin, sütunun da əvvəlində dollar işarəsi var. Əgər mən gəlib sütunu seçsəm, 3 sütunu, məsələn, cins sütunun, vəzifə sütunun, maaş sütununu seçsəm və
Y-də olan dollar işarəsini saxlasam, bu demək ki, yalnız Y sütunun yoxlayacaq və o sütuna uyğun olaraq həmən sətirləri, seçdiyim diapazonda olan sətirləri bu şərtə uyğun gəlirsə, yoxlayıb oranı formatlayacaq. Fikir verin, mən burada yalnız Y sütununu seçmişəm, bu diapazonu seçmişəm və sabit saxlamışam onu, dəyişməyəcək. Və sətrin əvvəlindəki dollarda silmişəm ki, hər bir sətri yoxlasın, görsün ki, bu şərti ödəyirsə, ora format tətbiq eləsin. OK düyməsini klik elədim, fikir verin. Hardakı 1000-dən böyük ədədlər var, onları formatlamış olacaq. Mən əgər gəlsəm, misal üçün, fikir verin, bu diapazonu seçsəm və gəlsəm burada New Rules hissəsində, bura yalnız bu xananı seçsəm, böyük 1000 yazsam, formatını da tətbiq eləyək. Deməli, belə. Gəlib buradan mən sətr əvvəlindəki dollar işarəsini silsəm və sütundan saxlasam, sırf Y sütununa nəzərən yoxlayacaq və hansı xanada, belə deyək, bu şərti ödəyirsə, onda bu seçdiyim diapazonda olan sətri formatlamış olacaq. Fikir verin. Hansı xanada, Y sütununda şərti yoxlayır. Görür ki, 1200 ödəyir, həmən diapazonda olan sətri formatlamış olacaq. Deməli, biz bu dərsimizdə Conditional Formatting əmrində New Rule hissəsini izah elədik, Clear Rules hissəsini izah eləmişdik və növbəti dərsimizdə Manage Rules hissəsini izah eləyəcəm.